Herkes salam, kanalıma yolunuz xoş gəldiniz. Mən Asiyen. Bu günləri yenidən yeni bir video ilə qarşınızdayım. Elə bilin ki, bu günləri Olimpiyadasının milli finalı olacaq Ufazda. Fransa-Azərbaycan raketləri orada. İndi oraya gedirəm və babat qəşəng bir dənə yatıb qalmışam. O səbəbdən də evdən bir an tələmtələsi çıxdım, evdə bir şey çəkənmədim. İndi səhv eləmirəmsə saat 8 olmalıdır. Yəni ya da o civarlarda bir şeydə. Və 9-a qalmış 15 dəqiqədə bu girişlər açılır. Onu işləmiş o civarlarda bağlanır. Bu dəqiqə Pasilkadayım indi. Fazla 28-də də 79 gözləyirəm ki, gəlsin. Gedim 28-ə. İçəridə prosta yəni bilmirəm video çəkə biləcəyəm, çəkməyəcəyəm. Amma çalışdığım qədər yəni illegal da olsa bir şey çəkməyə çalışacağım. Maraqlı bir şey çıxardaram. Biz sabahları fizikadan bizim sınavımız oldu. Toplu 1, bir də toplu 2-dəki ilk 6 bölmə. Oturup bu gecə opşi fizikanı da təkrar edəcəyik. Belə maraqlı bir şey çıxartacağım. Görüm əgər olsa gecəyə falan yatmarıq. O da qəşəng bir dənə vlog çəkərəm. Prosta indi söndürüm kameranı. Avtobuslar gələ bilər. Buradan yəni gəldiyi yol görmürəm. Çünki o yanda cəmaət var. Kameram orada çəkməyə videonu. Döyüb eləyərlər mən. Onun üçün söndürüm ki, mənim avtobusum deyilmiş. Və heyecanlandım bir anda. Bu avtobus, qırmızı bir avtobus görən kimi və heyecanlanıram ki, 79 gələcəyim benim. Deməli, hal-hazırda 28-dəyəm, Ufaz tərəfə gedirəm. Təqribi olaraq bir 5 dəqiqəlik məsafə qalıb Ufaza çatmağıma. Çatdım, dedim, görüm neyinirəm və bunu deyim ki, bu olimpiyadaya yəni, heç nə bilmədən gedirəm. Yəni, Singaya necə gedirdimsə, buna da o cür gedirəm və elə bilin, biz bu olimpiyadasına hazırlaşmaq üçün cəmi cümlətənə 3 dərs falan qoşula bildik, səhv eləmirəmsə, yəni 3-4 dərs falan da. Dərslərdə də yəni təməl şeyləri falan öyrəndik. NumPy, Pandas, kitabxanaları falan öyrəndik. Bu işıq niyə belə deyə? Ya bilmirəm ki, neyniyəcəyəm, neynəməyəcəyəm. Suallar nə tipdə düşəcək, onu belə bilmirəm də. Yəni biraz mənim də əhlkefliyim var düzüdür işin içində. Prosta yəni biz belə gözləmirdik. Biz ilk öncə AD desəm budur pas. Heç zırıltı binadır. Mən ilk öncə belə bir şey fikirləşirdim. Yəni biz belə bilirdik ki, məsəl üçün sual düşəcək. Deyəcək ki, text nə bilim, image. Bunu eləyən şey AI yansıdır. Yəni o cür şeylər fikirləşirdik biz. Sonradan və şey atdılar, PDF-lər atdılar ki, tapşırıqlar bundan düşəcək, Kaggle, zat. Təsəvvür edin, yəni olimpiyadasını yəni özümüzlə ya laptop aparmalıyıq, ya da ki, onlara şey eləməliyik, onlar bizə laptop versinlər də. Yəni öz notebookumu götürmüşəm. Kaggle'dan username, password falan lazım idi yoxlamaq. Onu da yoxlamamışam. Amma böyük ehtimalla girərəm də, çünki 2 gün qabaq girmişdim, bu günləri niyə girəməyim? Girənməsəm də ki, yaxşı şeylər olmayacaq böyük ehtimalla, amma girəcəyimi fərz edirəm, ümidvaram. Yəni yaxşı şeylər fikirləşək, yaxşı şeylər olsun qoy. Amma yəni bina kimi qəşəng binadır ya. Bu nədir? İsveçrənin əməkdaş. İsveçrə əməkdaşlığı səfirlik də bura. Deyən görüm, universitet alıblar. Universitet belə idi axı, Google Maps-ə falan vuranda ağ rəngdə bir dənə kilisi oxşayan bir şey çıxırdı. Bir də sən mən azdım, bir də sən bir dənə navigator girim gələm sözlə. Uşaqlar, texniki bir problem olmuş, sən demə o yox, düz qabağımda olan bir dənə bina var. O imiş, yəni görəndə tanıdım və bunun harası mən kilisi yox, şahid bilmirəm. Başı böyük ehtimalla bir damcı get-gedə şey necə deyim sizə? Biraz üstüzə yəqin ki, kilsələr biraz daha başı ütübzaq formalıdır axı. Yəni ütübzaq olmaqda biraz iti falan görünür də. Bu da başa düşdünüz, başa düşmədinizsə də düşmədiniz. Nəfəsimi keçirdiniz. Bu nədir belə? Olmaz, nə olmaz? Bura nədir ki? Del adım, nəsə tam oteliymiş hə? Mənim başım üçündür. Oy zibi! Universitetin qabağında zırıltı adam var. Mən orada nə təcrim hə? Ay Allah, mən bir partiyar orada. Neyse gələm özümü bir cür soxuşdurmalıyım. Bilmirəm, heç saxotum yoxdur amma saat 9-a qalmış, 10-a işləmiş başlayır. Saat 6-da qutarı zalım. 6 bilsiz nədir? 6-ya. Uşaqlar tədbir başlayıb, indi buranın da yoluna gəldim və buranın ayaq yolu deyil, yəni bəyənmədim. Şey daha qəşəngdir, adlar yurdunda daha qəşəngdir. Amma universitet olaraq belə bina, struktur, quruluşu olan qəşəngdir, bitfason olaraq qəşəngdir. İndi tədbir başlayıb getdim mən. Task qutardı, indi kollektiv bir dənə şəkil çəkdirib Task B-yə keçəcəyik. Task'anı yenə cəhənnəm bir cürə yazdım. Yəni paptı bu şəkildə mən diqlə bir şey çıxartdım. Task B-dən Allah xeyirimizi xeyir eləsin. Bir də acam. İmtahanın ortasında bir dənə qarnım quruldadı. Belə çıxdım. Normalda Task C-yə də qalmalıydım. Saat o da 6-da qutaracaqdı. Prosta mən Task C-yə zadı qalmadım. Bir çıxdım ki, gedim evə. Çünki
Yəni task B onsuz zülüm idi. Yəni heç nə bilmirdim. Yəni bilibsə konkret heç nə bilmirdim. Task C-yə də qalsaydım bir şey olmayacaq da. Zülüm idi biraz. Task A-nı yenə cəhənnəm yaxşı yazdım. Task B heç o deyildi. Təsəvvür edin ki, belə imtahana girəndə imtahana girməyimiz falan, yəni girib submit elədiyimiz üçün 66% yəni verirlər də bizə. Mən elə həmin 66%-də qaldım. Çıxmışam da gedirəm evə, gəlib ən azından otururam fiskal düzəməlli təkrarlayıram. Yolda da bir dənə pişka var idi, ondan aldım. Zaten bunun pişka idi, neydi bilmirəm, indi onu yiyeyim. Dönərxana çıxsın qabağıma oturub bir də dönər alaram, yiyərəm. Acam çünki səhərdə heç yeməmişəm. Avtobusda bir dənə qəşəng yatmaq yatdım, Allah ləzzət elədi. İndi də düşdüm avtobusdan. Bəs gözləyirəm, o birisi avtobus gəlsin, Y165. Bu geçimden biri gelsin, yeni çıktım yerdə deyər. Oy. Evə gedəndən sonra oturup fiska təkrarlamalıyam. Ondan sonra da nə bilim videolar var, oturup onu editləyib paylaşmalıyam. Yuxum gəlir. Şükür Allah, bir dənə gəldim, çatdım. Bir dənə balıq konservası almışam. Evə gələm oturum, o tıxışdırım. Ondan sonra başlayayım fiska təkrarlamağa. Çünki bilmirəm, fiskoloji düzəməlli yazmalıyam. Keçən dəfəki sınavda çox belə iç ağızlı bir şey deyildi. Ona görə bu dəfəki iç ağızlı bir şey olmalıdır. 30 dənə sualdan bir 25 keçməliyəm. Yəni toplu 2 o qədər də problem deyil. Toplu 2 yəni yadımda da təzəlikcə təkrarlamışam. Toplu 1-dir problem. Çünki toplu 1-in sifətini yəni, neçə əsrdə açmıram. Ən axırıncı dəfə toplu 1-i işləyəndə açmışam. Yəni toplu 1-in ümumi sınavını eləyəndə açmışam. O vaxtdan yəni toplu 1 əlim deymir. Onun qaydalarla falan heç deymir. Çünki yəni düsturdan falan mənim zəhləm gedir. Yəni düstur öyrənmək olsun falan. Yəni ümumiyyətlə hər fəndə də yəni mən niyə düstur əzbərləməliyəm? Yəni bir şey əzbərləyirəmsə, deyib 3-cü qrup seçərdim, tarix əzbərləyərdim də. Bir şey əzbərləmək mənə heç vaxt çatmır. Fizika olsun, riyaziyyat olsun. Əsas məsələ tətbiq eləyə bilməkdir də. Yəni bütün xarici ölkələrdə falan, bütün 90% ölkələrdə də, yəni ciddi, cüddü nədir, o cür nə bir şey var. Yəni düsturları oraya yazırsan, 1A4 sənə verirlər. Yəni istədiyin şeyi oraya yazırsan, imtahana oyunla girirsən. Və yəni normal şəkildə düsturu görürsən, tətbiq eləməyə çalışırsan. Çünki əsas məsələ tətbiq eləməkdir. Əsas problem odur. Yəni insan tətbiq eləməyi bacarmalıdır. Mən bir şey niyə əzbərləməliyim? Bir şey əzbərləyirəm, deyib 3-cü qrup seçərdim. Tarix əzbərləyərdim. Mən 1-ci qrup seçmişəm ki, əzbəri yoxdur. İçinə zibilyon nə əzbərləməli sual var, şey var. Deməli, hal-hazırda evdəyəm və indiyənə kimi çəkdiyim nə varsa atacağım kompüterə. Yenidən elə bilin ki, yəni təzə bir video başlayırammış kimi başlayacağam. Prosta salamlaşmayacağam və özümüzü həyatdan izolyasiya eləyib sadəcə və sadəcə fizika sınavına hazırlaşacağıq. Yəni saat hal-hazırda 5-ə qalır 17 dəqiqə. Normalda bizim kengurunun finalına hazırlaşacağımız dərs olacaqdı bu günlər. Sadəcə ona mən qoşulmayacağam. Çünki yəni sınav kaydın təkərlərinə atırlar qrupu oturub ona baxaram. Yəni sınav hal-hazırda daha vacibdir. Axşam Explorer qrup olacaq, ona da qoşulmayacağam. Yəni sınav ondan da vacibdir. Oturub yəni full sınava hazırlaşacağıq. Toplu 1, toplu 2 nə gəldi, yəni təkrar eləyəcəyik. İnşallah qəşəng olacaq. Yəni çox inanıram. Deməli uşaqlar, normalda oturacaqdım başlamağa. Prosta kanala girdim və gördüm ki 3000 abunə olmuşuq. Hətta 3001 abunəyi. Yəni bunun üçün Avza həqiqətən ayrı-ayrılıqla çox təşəkkür edirəm və bu yəni qəşəng bir hissdir də. Yavaş-yavaş insanın inkişaf elədiyini görməsi. Kanalı ilk açdığım dönəmlər düşür yadıma. 0 abunə idi, izlənmələr çox az idi. Düzdür, indi də izlənmələr azdır. Amma indi də yavaş-yavaş formalaşır kanal və bu çox qəşəng bir hissdir. O səbəbdən də bu hissi mən yaşatdığımıza görə hamınıza ayrı-ayrılıqda çox sağ olun, həqiqətən. Bilmirəm, qəşəng bir hissdir. Və yəni hər xoş şeyin bir sonunun olduğu kimi bunun da bir sonu var. Yəni bunu bir qırağa qoyub ki, fizika təkrarlamalıyam. Bunun üçün yəni bunu necə eləyəcək? Yəni ciddiləşək biraz. Elə bilin ki, açıram 20 variant sınağı. Ondan sonra baxıram birinci sınaqda hansı mövzuları var. Gedirəm o mövzuları təkrar eləyirəm. Ondan sonra sınağını işləyirəm. Ondan sonra da keçirəm ikinci sınağa. Hansı mövzular var, təkrar eləyirəm, sınağını işləyirəm. Bu cür, yəni təkrar eləyirik.
Bəli. Ondan sonra da keçirik şeyə, topluya. Topludan ətrafları və yaxud da indi testlərin son suallarını falan işləyəcəyik. Yəni baxarıq da indi uzaqbaşı gedərəm bir sınaq tapmağa falan çalışaram. Amma yəni necəsə həll eləyərik. Ən vacibi 20 variantdan dediyim kimi mövzuların yəni adına baxıb o mövzuları təkrar edib sonra 20 variantdan işləməkdir. Yəni 20 variant elə yəni özü bəsdir hər şeyə. Çünki 20 variant dəhşət yaxşıdır. O cəhətdən yəni sevirəm 20 variantı. Fiskanı çıxardanın dəv havasına lənət olsun. Bu nə də? Zülüm şeylər. Neysə, zarafatı qoyaq qırağa, zarafatsız ciddi olmaq lazımdır. Çünki vaxtımız azdır. Böyük ehtimalla bu gecə yatmayacaq. Uşaqlar oturub fiska oxuyacaq. Və bəli, bu vlog artıq çöndü. Gecə yatmama vlogu oldu. Ansız da gecə yatmama vlogları qəşəng izlənir. Abunə falan artıq. Falam görür. Danışdırmıram. Zibil. Neysə, psixologiyam pozuldu biraz. Yəni mənim başım deyil artıq. Birinci sınağı bitirdik. Birinci sınaq okeydi. Çünki yəni bərabər sürətdə hərəkət, çeviri üzrə bərabər sürətdə hərəkət, bərabər təcilli hərəkət. Yəni baxta şeylərdir. Amma ilk dəfə onu keçəndə o sınaqdan 22 dənə düzüm var idi. Gözəl günlər mazidə qaldı. Nəysə, Tırmışdım, MK-ni təkrar eləyirdim və bu gün getdiyim EA Olimpiyadasının nəticələri açıqlandı. Paputu bir şəkildə bürünc medal qazanmışam. Yəni Allah'ın olsun. Prosta birinci turu girdim, yazdım. Yəni 25 sualdan 15 dənə düzüm çıxdı. Ondan sonraki tur heç nə eləmədim. Bildiyiniz heç nə eləmədim də. Yəni getdi, bizə verilən kodu, yəni saytı açanda olan kodu submit elədim. Yəni sadəcə imtahanda iştirak elədiyimə görə 66 bal mənə verdilər mənə. Task C-yə ümumiyyətlə girmədim də, evə getdim mən. Yəni onun şotuna bürünc medal qazandım. Yəni heç nədən elə bilin ki, CV-mə bir dənə bürünc medal oturdu və bu bürünc medal, yəni prestijli bir bürünc medal. Yəni bunun bürüncü bəzi olimpiadaların qızılından falan daha yaxşıdır, o cür deyim sizə. Yəni bilmirəm, çox paputu bir şəkildə oldu hər şey. Amma yəni oldu, yaxşı idi. Gələn il daha qəşəng şeylər eləmək olar əslində EA üçün. Çünki bu olimpiyada çox qəşəng bir olimpiyada. Yəni prestiji falan yüksəkdir. O səbəbdən yəni birinci turdan onsuz da 90% keçərəm. Çünki riyazi məntiq falandır. Yəni bu ilki kimi salsalar. Çünki rahat idi məncə bu il birinci turun sualları. İkinci turçunda yəni ancaq Pythonda. Yəni hər şey Pythondan keçir. Və yəni Rufo'ya gəlmək istəsəm Python'dır, burada Python'dır. Düz Rufo'da C++ da var bir damcı, amma yəni başlanğıc olaraq əsas Python'dır da. O səbəbdən də gəlir, yəni bir dənə bu fiskan yola verim, başlayayım onlara da hazırlaşmağa. Tus besos son sabor a chocolate. 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 Bailame
conmigo, esta noche es de los dos. Ven, dame cuerdas, si bailas yo te sigo, que nos damos abrigo y de paso mucho amor. Dame tu ritmo, mami, llévame al cielo, amor. Mi vicio son tus besos, tú tienes el mejor sabor. Tus besos son sabor a chocolate, 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 que si saben a fresa, eso no me interesa, o mi negra traviesa. Təzə bir qərar götürdüm. Gedirəm indi yatmağa. Səhər tezdən duracağam, bəs başlayacağam işləməyə. Yəni böyük ehtimalla saat 5 üçün falan durub başlayaram işləməyə. Onsuz da sabahlar mənim hazırlığım saat 11. Burnum qonur. Yox. Onsuz da mənim hazırlığım sabahlar saat 11-dədir. Yəni 11-ə qədər mən həll eləyərəm. Deyək saat elə bilin ki 6-da başlasam 11-ə kimi 5 saat polumu bəs eləyəcək. Saat hazırda 6:23 dəqiqə. Oyandım, oturub qaydalara ümumi bir dənə təkrar edəcəm, gözdən keçirəcəyəm. Sonra cebimimi sınaqlar axtarıb onları işləyəcəm. Bir də mənim 11-dən 1-ə informatika hazırlığım var. Saat 1-dən 2-də bu sınağı cəb yazdıq. Sınaqdan qaydandan sonra oturub bir dənə yatacağam. Bir dənə yatacağım. Baxar, sabah onsuz məktəb yoxdur. Yəni, birinci gün 9 may günü məktəb yoxdur. Yəni, çox qəşəng yatacağım. Bakın sözüm olsun size. Dame compasión, anda baby confiesa, yo no quiero sorpresas, mi negrita princesa, vamos a darle acción. Dame tus besos en la cara, que baby esto no para, que siento mucho amor. Mami, tú sabes que eres eso que me pone travieso. Yo quiero tu sabor. Haces que hierva mi sangre con el calor de este baile. Mi corazón late y late y hace que mis venas dilaten. Negra, tú tienes los medios, todo en ti son remedios. Curas mis penas y en serio, por ti me voy al cautiverio. Negrita bonita, mi agita, chiquita, mamita, admita que me necesita. Permita exquisita que el ritmo que agita la sangre palpita y nos regale amor. Tus besos son sabor a chocolate, tus besos son sabor a chocolate, tus besos son sabor a chocolate, tus besos son sabor a chocolate. Yo no quiero vainilla, esto a mí no me brilla. Dame tu maravilla que sabe mejor. Llévame hasta la orilla, mi negrita sencilla. Tu mirada acribilla y me mata, me mata. Oyandan sonra yəni binanın üstümə yuxu alanda var etdi. Yəni toplu işlə mən olsa təkrar almışdım. Yəni toplu işdə 90% ki yadımda idi. Dedim qoyana görə bir dənə mən toplu işini təkrar eləyim, toplu biraz sonra təzədən keçərəm. O da indi toplu işini bitirdim. Saat hazırda 7-yə işləyir, 21 dəqiqə. Keçəcəyəm toplu birim təkrar eləməyə. O da bütün düsturları falan təkrar edeyim, sınaqları işləməyə o cürlə. Yəni ondan sonra keçirəm. Çünki mövzu getməyə çalışsam çatdırmayacağam heç cürə. Yəni keçən dəfə də cür eləmişdim. Prosta keçən dəfə mövzu təkrar eləyəndə biraz daha tez başlamışdım. Yəni bir gün qala falan başlamışdım. Prosta dünənləri əgər olimpiadasının olması mənə bir damcı yubatdı. Yəni ona görə məcbur bu cür təkrar eləyəm gərək. Amma yəni toplu birdə də o qədər çox şey yadımdan çıxmayıb. Yəni niyəsini bilmirəm. Amma baxdığım zaman yadıma düşür. Çünki o vaxtda düsturları mən əzbərləməmişdim. Yəni dediyim kimi də zəhləm gedir şeydə. Gedib öyrənmişdim. Yəni özüm üçün təqribən məntiqi bir ardıcılıq qurmuşdum beynimdə. Yəni o cürünə yadıma düşürlər düsturlar. Yəni siz də çalışın, elə eləyin. Yəni düstur olsun, tarixi olsun. Yəni, onu əzbərləməyin. Prosta beyninizə başqa bir dildə yəni kodlayın onu ki, bir şey gördünüz ağlınıza bu gəlsin. Yəni o daha yaxşıdır məncə. O cür fikirləşirəm.